Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə bol vitaminli salat hazırlayacağım. Burada bizim nələrimiz var? Doğranmış kələm, sadə ağ kələmdir. Kökümüz, şirin yaşıl biber, qırmızı biber, banka qardalı, qoz ləpəsi, yaşıl alma, xiyar, sarımsaq, duz, istiot, nar şərab. Özüm hazırladığım nar şərabdır. Bunların hamısını qaba əlavə edəcəyik. İndi hələ günə baxan yağımızı qabımızın içərisində isindirək. Budur, tavamızı ocağımızın üzərinə aldıq. İçərisinə duru yağ əlavə edək. Hardasa 70 qram duru yağ əlavə etdim. Bunu yaxşı möhkəm isindirib salatımızı qatandan sonra üzərinə əlavə edəcəyik. Qabaqcadan hər bir ərzaqları, tərəvəzləri doğradım ki, çox vaxt aparmasın. Kələmimizin üzərinə duz əlavə edək. İstiot. Və bunu yaxşı qarışdıraq. Qalan ərzaqları bunun üzərinə əlavə edək. Bütün tərəvəzləri, ərzaqları qatdıq. Buraxaq. Bir 5 dəqiqə, 3 dəqiqə dinlənsin. Dadı bir-birinə çöksün. Kim istəsə sirkə də vura bilər, alma sirkəsi, limon da sıxa bilər, şəkər də əlavə edə bilər. Əgər nar şərab istəmirsinizsə, əlavə etməyə bilərsiniz. Çox gözəl, dadlı, vitaminli bir salatdır. Buraxaq dinlənsin. Salatımızın vitaminləri bir-birinə qarışdı. Çox gözəl, möhtəşəm, vitaminli salat alındı. Həqiqətən vitaminli salat alındı. Dadı da gözəl alındı, özünün görünüşü də qəşəngdir. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə gözəl, vitaminli salat hazırlayın.